Herkese selam. Gelin gecikmiş yeni yıl hediyelerimizi açaq. Hediye kutum belədir. Yəni baxın belə bir şeydir buraları. Gelin açmağa başlayaq. Bir dəqiqə götürəm. Neyse uşaqlar, belə bir şeyləri dağıtdım, döktüm. Elə bir ki indi göstərəcəm. Baxın, belə bir burada dəftər var, bir də ruçkası. Dəftərin üzərində lavabo şəkli var və içərisində də hətta lavabo stikerinə bənzər çox parlaq bir lavabo şəkillər var. Məsəl üçün baxın belə. Yəni belə 2-3 səhifələrdə belə var. Sonra uşaqlar baxın, bir dənə belə lavabo ruçkadır, ucu belədir. Sonra üstündə lavabo şəkli var, içində də hərflər var. Çox belə maraqlı bir şeydir, qoyaq yerinə bax. Uşaqlar, bir də belə tüklü dəftər var. İndi içini açmaq istəmirəm. Yəni belə görürsünüz yəqin ki, belə qəşəng tüklüdür. Üzündə də yəni həmin heyvanın üzü var. İndi başqasını göstərək. Uşaqlar, bu da bir dənə balaca bloknotdur. Baxın, burada ruçka qoymaq üçün yeri var. Həm də ruçkanı qoyanda bağlı qalır. Belə bir qəşəng, çox maraqlı kutu payısı var üstündə. Bu da uşaqlar broşkadır, belə maraqlı. Sonra bu isə, bu da broşkalardır yenə. Baxın, belə Çin broşkalardır. Daha sonra bir də uşaqlar belə dırnaqlar var. Baxın, belə hələ bunların arxasında yapışqanlar da var. İndi ola bilər ki, görünməsin burada, amma görsənəcək. Uşaqlar, bu da digərdir. Yəni bilmirəm görünür, amma məncə görünür. Belə bir şeydir. Bu da uşaqlar üzük dəstidir. Baxın, belə açım. Baxın, belə kromeli üzük dəstidir. Ağzını bağlayım. Daha sonra isə bir ədəd də belə həm lavabolu, həm burlokdur, həm də güzgüdür. Baxın, belə üzərində lavabonun şəkli var. Açaq. Həm belə bir şeydir. Başqa bir də göstərəcəm indi. Belə ürəkli qabda muncuqlar var. Baxın, indi ağzını açıb sizə göstərəcəm. Baxın, belə ürəkli, sonra kəpənəkli filan muncuqlar var içində. Bir də baxın, belə rezini var qolbağı düzəltmək üçün. Bunu da ağzını bağlayaq. İnşallah bugünlük bu kadar. Kanala abone olup videoya like atıp gelen videonun ne olmasını istiyorsa yorumlara yazmayı unutmayın. Sağ olun.